Olamaz. Bu platformalar canlılaşırsansa burada dəli də var, ağıl da var, savadlı da var, ziyalı da var, güc də var. Sen bunların hamısını sənə yazdığını və yaxud da ki... Ya həkim ayrı şeydən danışır. İndi telefon evi mənə yazdı ki, həkim üstümə buraxsa səni yolacam. İndi buraxıb eləyərsiniz ay həkim, sən Allah şey eləməyin. Onun başqa şeydir. Ha? Nəyə buraxsa? Nəyə buraxsa ay telefon evi, yazsan ki, həkim buraxsa nəyə buraxacaq üstünə? Yaş qulaq as, sən Bakıya gələndə mənə bir gün qabaq xəbər edərsən, mən sənə bir vaxt təyin edərəm, gələrsən yanıma. Amma elə bir əl boş gəlmə də, bir necə deyim, birini nişanla, birini bir gözaltı elə, yəni ki, bax, filan kəsin qızı var, filan yerdə görmüşəm, ağıllıdır, xoşuma gəlir, saçı uzundur, belə ortası incədir dedi. Ay həkim, harada qız görürəm, qadın alım, qızla danışıram, əlimdən alınır. Başa düşürsən nətə? Bax, indi TikTokda oluram, tanış. Bir də görürəm ki, telefon evi gedir oraya, hədiyyə atır, bir də baxıram ki, gedir telefon evinin dükanına. Orada Dubai iski, şokoladla çay içəcəklər. Yatacaq, getdi. Mən sənə demirəm ki, TikTokdan şeylə. Yox, həyatdan. Mənə TikTokdan yığmayın, ha. Yayıncı, testi ölənlər. Yığmayın, narahat eləməyin olan. Birini seçirsən, kətdən, kəsətdən, hardan istəyirsənsə, birini seçirsən, gəlib bilirsən ki, bax, belə bir qız bəyənmişəm, adı Bağda Güldür, filan şeydir. Bax, buna mən nə tərəf danışır, mənə bir yol görsət. Mən də sənə yol görsət ki, bax, bunu da mənim yanına açasın, danışasan, nə demək lazım, sənə əvvəzindən öyrədəcəm, danışacaqsan, ondan sonra münasibətiniz alınacaq. Sonra gedərsən, görüşmərsən, telefonla danışarsan, eva dəvət edərsən, yoxsa haradasa nəsə söhbət edərsən, o zaman sənin şəxsi işindir. Amma ilkin olaraq bir həyəcanlı stresi qoyursan qarağa, başlayırsan danışmağa. Əgər bunu edirsən, bir iki ildə gözləsən, vapşisə evlənmək istəyir. Nə iş həyəcanlı? Onda evləndən sonra dostları yəqin qoymarsan evə. Yox, dostlarımın nə işi var, mənim evimdə yoldaşım olacaq. İndi o, özüm yığıncaqlıq eləyirəmsə, həyətdə zata bir kampaniyaya şey eləyirəmsə, hə. Dostuma da deyəcəm ki, arvadını götür, gəl. Oturaq. Ay, soğuk. Məşən, əla. Süper. O yazı sənin üçün bu həyatda nə iş görür orada, nə düzəldir, nə pişirir? Qavlarımı yiyir. Qavları yiyir. Görsən nə yaş dostlarım var. Bəslə, Allah kömək olsun. İnşallah nə lazım olsun, mən sənə... Şey ol, bax yenə tutdu. Hərəkətdə adilsən, həm də düzgün qidalanmırsan denə, o sənin problemə yaradır. Həqi. Sənin bağırsaqlarındakı problem sinirlərə də təsir edir, əsəblərə də təsir edir. Hə, birdən əsəbləşirəm. Bax, görsən gecə tuturam, dəri həkimlə getmişdim, birdən üzüm qızarır. Bax, qızardı. Dəri həkimlə getmişdim, adi sənin elə bir psixo problem var. Yuxur pozluğum ton yoxdur ki, dedim həkimlə danışırsan. Səhər saat 8-də 9-da yatacam, dedim. Dedi, ənə, danışırsa, dedim, Allah haqqı. Sinir problemi var da dərdə. Sinir var, həkim ayaqlarından da bir dəfə mənə sinir ağrısı tutmuşdu. 7-ci qatı var, oranı gəzib gəldim, bax. Oranı gəzdim, gəldim. Deyəm, qarım. Sən bir də qız seçəndə soruşarsan ki, banka qoya bilirsən, yoxsa yox? Qoy, nə var banka qoymağa? Sən soruşarsan qızla ki, banka qoya bilir, yoxsa yox? Sənin teziniz bankalarla oxuğa basma. Sancılarsan dəqiq edə bilir. Yox, həkim, dözə bilməyəcəm. Dözə bilməyəcəm, mən getdim həkimdə. Üzr hesab edin, Allah dözə bilməyəcəm. Bana özüm sızdolma oturmuşum. Görsən, falan dərmanlar üçün nevroloji problemlər axtarır. Əslində, problem bağırsaqdan başlayır. Bağırsağı müalicə eləmək lazımdır. Aydındır? Rahatladın. Ben elə rahatladım, canım belə rahatladım. Həkim, buluncumu qırdım o yüzden. Harada qırdın? Telefon kiri. Ha? Harada qırdın qılıncını? Orada şey vardı, bir de kuruncu verdim, kurtuldu attım. Mesela. Eyvallah, eyvallah. Kırıyım, Yaxşı, tez gəl. Tez gəl, 15-20 dəqiqə çəkər. Telefon evini yoxdurma bak. Baş belə, amma sən cüdüsün. Telefon evi kiri.
Zalim oldu. Biraz arıqlarsan, biraz çəkini salırsan. Həkim elə köküyle telefon onu kök göstərir. Telefon kök göstərir. Siz onu canlı gözü tezdən kəlimsiz oğlanıymışdan ki. Olası, bu şey var, həkimlər var. Ben bir iki nəfər çox qabağıma, o sinəniz adı balaca form əsalları bədəni şəkilləndirmə. Nəzir bunların bir nəvə müraciət edəmişsən? Həkim yox, mən nətə bədən şəkilimi ağır qarımı çıxartırım. Sinəniz adı biraz balçaşdırsın, yaymışsın sağa. Enlərimiz, bizim bir müəllimimiz vardı, rəhmətli İsrafil müəllim, hərbi müəllimimiz vardı Sumqayıtda. Deyirdi, elinlə boyun bilinmir. Alif vardı, biz də simvollaşırıq. Ona deyirdi, elinlə boyun bilinmir. Həkim, mənim nə elim var ki, qadan alın? Orada kök göstərir. Nəyə var? Mənim bir dənə qarım, bir dəri bir sümüyə, mənim nəyəm var sana? Köprüdən bu da. Köprüdən çıxır. Sənə bir yaxşı mərdə bağırsaq həkimlə aparacım, səni göndərəcəm, gedərsin onun yanına. Kömək eləsin sənə. Mədəmən ağaracaq ki, həkim, tutaq ki, bağırsağıma mədəmən. Bu problemləri aradan qaldıracaq da. Nə üçün? Problemlərim var. Hiç söyləmirsən, problemlərim var. Hüseyin. Sən gedirsən buraya həkimə, həkim sənə deyəcək ki, sən get bu MRT-dən keç, nə bilim, bu psixotrop dərmanı qəbul, əsəblərin pozulunda deyil, yerində deyil də pozulub. Əslində sənin əsəblərdə sinirlə bağlı olan problemlərin bağırsaqdan başlayır. Gecə yatanda beyində küy olur. Nə olur? Dərsə dursan və cin şeytan əzindən hamısı yuxuğa girir. Elə şey olur. Yox, mənim yuxum işim girmir ha. Eşimdə, eşim deyil. Ümumiyyətlə, yəni, rahat yatırsan səhərə kimi. Səhər ayaq durursan, yoxsa durursan belə yorğun istəyirsən özünü. Nətər istəyirsən özünü səhər duranda? Tam yuxunu almış insan... Yox, səhər 11-də oyanıram, baxdım ki, oyandım. Deyirəm, o telefon bir də yatıram. Duram ki, saat tutaq ki, 11-də belə oyandım. Artıq bir də saat 4-də dururam, 5 işləmiş. Dururam, üzümü zadımı yuyunca, çay qoyunca bir də baxdım ki, qaranlıq düşür. Günüzü doya-doya baxa bilmirəm. Edmond sizə hədiyyatdır. Naratlı sağ olsun, təşəkkür ederim. Hə, indi nə edirik? Qəbir edirik. Canını məncə bitirək, nə deyirsən? Yoxsa sözün var? Bitirək, yox, mənim yoxdur. Bitirək, sən də getdincə, istirahət elə, yat, yuxunu al, həriyə göndərənə. Söz vermişsiniz, ha, həkim, bax, mənim üstümdə durasınız. Bunun üstündə işləyin də. Hə, üstümdə işləyəsiniz, həkim. Nağdır. Mən devlənəcəm. Bitirək. Yengələr aparır, qırmam. Yox, şey. Ya səni ora çataq, orada bəyənləşdir, orada bölüşdürək ikinci. Elə bir siz gedin də hansısa kişi canlı açır, gedin ona marujunu atın, görsən də sizi ağ yiyib qara sədəcək. Başa düşürəm, bəlkə də yazın ağlı kəsmir, bəlkə də sən dedin başa düşdü. Nə bilirsən ki? Ay həkim, sizə qəlbim əllərində atdı, mənə marujunu atır. Yaxşı da, əsəbləşmə, sən nə reaksiya verirsən onu? Deyirəm ki, sən nə bilirsən ki, o bilə-bilə eləyir. Bilə-bilə eləyir, onu görmürsünüz, onda siz görsünüz, sizə qəlbim əllərində atdı. Amma mənə marujuna. Sataşır da amma. Sən elə qəbul eləmə, sən onu sən sataşır kimi qəbul edirsən. Qışda yeyirəm marujuna, ay doktorum. Bir dəqiqə boğaza soğub sən xəstələndirməni ki, hədiyyət də göndərir. Sən Allahsa qışda deyil marujuna deyirəm, danışdın nəsən. Boy. Gül göndərir, yaxşı. Dincəlindi. Gül nədir ki, qızam deyirəm, kişi hədiyyəsi göndərsin. Neyirəm gül, ay həkim. Tac atsın. Tac atsın, boks əlcəyə atsın. Şir atsın. Gülünü eləyəm sən Allah. Gülü qız atırlar. Səndən çox hədiyyə atılan var, sən Allah. Niyə şükür edirsən, niyə deyirsən? Ay doktorum, bir qadan alım, gir sıralamaya bax. Kimə? Sıralamaya. Mənə başım çıxmır o sıralamadan. Bəs deyirsən səndən çox hədiyyə, sıralamada olanlardan da gəlir çox hədiyyə. Bir də kimdirsə deməli ona daimi gəl. Heç mən yazıb peyəcə sıralamaya düşməmişəm. Neçə gün sıralama özü görməm. Sıralamada olan insanlara hədiyyə çox gəlir. Kimdir? Hal-hazırda TikTok'da kimdir? Qobağım deyim kimdir. Sıralamada... Nədir ki? Kim hər şeyini istəyirlər, tamam? Xeyzəsini. O həkim şeyini
Yaxşı Babək. Heç nə, hər Can kim sıxın. Yaxşı. Mən də gedib dincəlim. Buradan sənə salam göndərənlər çoxdur. Yatasınız həkim. Yatmayın. Yox. Yadım yatasınız. Yatmayın. Banyoda ben eləməli. Gedin yatın. Təşəkkür, çox sağ olun. Dedim mən də istirahət edeyim. Yaxşı, sabah da işim var. Sən də bir otur, qəti bir qərar ver. Nə tər bir qız istəyirsən? Mən qızımı dedim nə tər istəyirəm. Qızımın otağını belə hazırlamışam. Dayanı, otağı da durur. Bilir fasondan danışmıram. Xasiyyətindən, xüsusiyyətindən. Xasiyyəti də ki, mənlə həyasız olmasın. Səhər tezdən 9-da dursun, da saat 12-də bir də durmasın. Durum ki, çayım, çörəyim hazır qabağımdadır. Evim yığışdırılır, səl-səl təmiz, itlərim yedizdirilir, pişiyim yedizdirilir. Və sonra mən də durum. Çörək itim var tam. 2 dənə. Ben de durup neylesən sonra? Mən də duracağım bir dənə, belə bir qəşişə gərnəşəcəm belə. İndi evin kişisiyəm də. Gərnəşəcəm belə, түсüb bir ördəyə bir həyətə zada bir dəfə uy, bir dəfə belə uy, bir dəfə belə uy, quluncumu qırır. Gəlib oturacağım, deyəcəm arvad yemək hazırdır. Şirin çayını, qoyun pendiri yeyib. Gəlib keçəcəm, gedəcəm işimə. İşim də haradır? TikTok. Keçəcəm o bir otaqda, açacağım canlımı, PKM-li pulumu qazanıb, gedib evimə pazarlıq edib, arvadımı yedizdirəcəm. Vəssalam. Aferin. Akşam ne kadar olacak? Ha? Akşam ne kadar olacak? Akşam döyüşünə. O yatacaq öz otağında, mən də yatacağım o bir otaqda. O ne kadar olacak? Sen alırsan, ya da qulluqçu gətirsən, evə yoxsa... Yox da bəlkə mən utanmam da, hələ mən indi danışaq, bir-birimizi ev dörkeşik ondan sonra da. Sən o otaqda, bu otaqda nə kadar öyrəşəsiniz bir-birinizə? Divarlar sizə daha yaxın olur, nəki siz bir-birinizə. Elə elə öyrəşmə yolu olur. Ne var lan? Nəysə, yaxşı da utandırmayaq səni sonra. Mən utandırmayım, həkim. Üstünü danışarım. Sonra danışarıq. Nəysə, yaxşı. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın. Təşəkkür. Vaxt ayırdı, söhbət elədik, maraqlı. Boynu yerə soğuk, mən də bastırım. İzləyicilərə də təşəkkür edirik hər birinizə. Təşəkkür. Minnətları, vaxt ayırdınız, qulaq astınız. Kürsəni bax belə düşsün. İstəpənlər. Vaxt ayırarsan bir dəfə, inşallah. Ay həkim, mütləqa mən nömrənizi də verdiniz ma. Bahçəyə gələn kimi sizin yanınızdayım, Allah haqqı. İnşallah, sağlıq olsun. Nə vaxt gəlsən? Yəni mən dama həkim dedim, axtarıram, o da tapdım uşaqlar. Bu deyirdiniz, bu həkimə ged, o həkimə, artıq həkim tapmışam. Heç nə həkim, yanınızdayım Bahçə gələndə. Hündüşka istəyirsiniz, hündüşka. Hündüşkaların küy yatır ya. Yox, hündüşkaların küy yatır. Ördək istəyirsiniz, gətirmək kim? Bəy verən aslında dişinə baxmazlar, gətirəsin. Ördək yaxşıdır, ördək də xeyirdir. Xeyirdir. Həkim, ördək gətir. O mütə qaldırır. Ümitinisi qaldırır. Ay, sonra müddətlə qaldır. Yolub gətirərsən də, burada yolmaq adam yox. Yox, yox. Tüylü gətirsin, yoxsa tüysüz. Tüylü gəldi, yox, o deyil, tüysüz gətir. Yox gətirsin. Yox gətirmə. Yolub gətirərsən, yiyəlikdir, sən gətir. Yaxşı həkim, gedin. Gecəniz xeyrə qalsın. Yaxşı həkim. Sağ ol həkim, görüşərik. Evet, Şad olsun, toş boşsun, ayaksın. Kişi sevdiği qadın heç vaxt bunları deməz. Amma həmişə fikirləşər ki, səni itirməkdən qorxuram. Aslında bunu sənə heç vaxt deməyəcək, amma hər daim səni itirmək qorxusu var. Sən özünü güvənli hiss edəsən deyə hətta ən pis vəziyyətində güclü görsənməyə çalışacaq. Kişilər də öz bədənindən və xarakterlərindən kompleks yaşayırlar. Bu ki, ləziz xanımlar, onlardan bu bəşkeyirləri olmadıqlarını dəfələrlə deyib. Ailəsi və sevdiyi qadın üçün yeterli olmalıdır. Adam var ki, deyir ki, deyir üzümüzə yolu təmizləyirəm də. Yaxşı, çox başmadı, bəsdir. Təzim qalxbaz. Özünü gəldi götürüşüm yaparışmıyorduk. Tükkan bayağı yaparışım. Ay Allah, öldüm ağız. Kırmızı karda var, kırmızı. Ooo, Allah, 4'ün yarısı değil gece. Bu yaz niye yatmırsınız? 5000 insan.
Allah qələt eləyirəm, kömək ol. Vay. Babaş, ne kökərsən? Nə olsun, hərəkətim yoxdur. Gözəl birim, mənim Sevam, mənim yerlim. Bakıya gəndə görüş oturarıq ha Seva. Mənim ürəyim. Tapdım ay Seva, artıq evlənəcəm inşallah. Həkimimi də tapdım. Yaxşı ama mədəni həkimdir. Çox istədim, mənlə ki elə dinlədi. Elə həkim açı, tez elə, qutar da deyir. Qutar çıx get, nədir dərdin? Gör nə gözəl danışdı. Yaxşı həkimdir. Məşlər böyüyür. O arxadacaq həkim. Köhlükdən də o. Köylükdən də qalqa. Durmaya istəyirsən bax. Allah'ı kökəm, nə olsun ki, çıx elə ağıyam. Məmnuniyyət olması və həkimdir. Kaç yaşındasın? 30 yaşındayım. Sen hemşire yaşını biraz az deyilən. Olsa sen 25 yaşında görsənirsən. Az deyim. Ay az deyilən, 30 yaş görsənmirsən. Bundan az. Bundan da az nə deyim ki daha? 30 öz yaşındır, 25 yaşında. 25 deyim. Çünkü yaşından az görsənirsən. Qabuş axşamlar yatabilirsən. Yox, az mənim əvəzimə sən yatırsan. Yazacağım ki bu neydi başlayacak. Haber yok değil mi? Haberi yoktu. Telefona bir yazdı lan. Yazdı ki Seher Həkim bütün kayıtlardadır. Bütün kayıtlar. Bari uşaqlar qurbanınız olum artıq heç heç nə yazmayın. Həkim deməsin ki babaş bu neydi başıma geldi. Sen olsa bütün her yer kayıt edip. Kayıt sen. Seher diyeceğim Allah bu neydi. Bari güzel sözler yazarsınız. Ne yaxşı həkim değil mi? Bu zehirler aç. Hansı zehirler açtın? Mən sən gələmin keşə vaxtı. Saat 4'e qalır 20 dəqiqə. Muhakkak sen de yaptım yazı sen renkli yürü. Yürüme çamak uşaksın nümrasını yeter yürüm sana. Git yat başına dönün. Hayır'a karşı. Bunlar ne kadar çay içirlər, həqqı ne kadar içilir, onu qalqaqda mı tartdı be? Çay içməkdən. İnsan bu qədər çay içir. Su içmek hayır, daha faydalı. Babaş böyükdən bilə biləsin dükandan alar, harada Yo, onu dükandan aldım, özümdə pişirdiyim qutardım, ağarım. Bu telefonla mı? Gələcəm ay doktor. O yazın bir doktor müəssəsə satıb. Benim nəsib budur.
Sen de götürüp yazarsın doktora. Yaxşı. Doktor sizin de nömrənizi də verdi, o da görsün. Ne kadar çalıştım ben köftemi. Biliyorum burada ne yazıflar Asma. Meftun dünen bab. Birini baboşdan seni söğü. Birini söğüdü. Ma yazıflar ki birini baboşuna sağ söğürdü dünen canlıda. Kim? Birini sağ deyirdin mi baboş? Görsen o gəlsən yayınına destekçilerini yığıb apar, başkasını moderator edir. Ben sağ deyirdim, o seni istemeyen adamdı. Sen ma inanmırsan, git hele. Sen sonra mənim başıma and içəsən ki, sən düz deyilmişsən. Gəlir burada sənin destekçilerini dostlaşır, gedir ayrı adamların canlısına deyir ki, moderator elə bunu. Öpüm. Yenə ben bana söz vermişdi ki... Bana cəmaat yazır da, mən onu blok atmışam, mən onu görmürəm. Bax burada hamı yazırdı. Biri yazsın, ikisi yazsın, hamını iyi yazır. Deməli yenə başlayıb bu. Vallahi kardeş, görsən danışdırmıram, dindirmirəm, yenə mənə söyür. Sağ söyür. Gəlir yayınınca dəstəkçilərlə mehribanlaşır, aparır başqasına, kin aparın ona hədiyyə atın, onu moderator eləyin, başqalarına belə. Onu bir dəfəlik blok at, əlaqəni kəs. Nə qədər ki ondan əlaqə saxlayırsan, başını ona çacaq, bir yeri geyir. Usta sen beni işitmirsən ha, öz bildiyini edirsən. Vallahi bana dünən yazırlar ki, sən də baboşuna səni ağlayın. Deyir, Ceyhun var idi, Ceyhun. Yadında Ceyhun da bax. Düzdür, onun oradan Ceyhun məni çıxartdı, incidim, çıxdım. Tez-tez məni misafirdən atırdaşarım, çıxartdım. Özün bilərsən, mən nə saat istəyib deyirəm. Kiraz Cəmilə, sən də atın bloka. Duracağız buradan. Biri. Eğer kalça, uzun burun. Tutuluz buradan. Yazsız. İşte ha. Ben Ceyhun'a ağarmışam ki, o öyrədir. Buna ağarıbdı ki Ceyhun'a. Həmişə ona dəstək olan adam idi. Mal da gəl fədiyyə atırdı. Bilmirsən dostu, bilmirsən düşməndir. İnkubator işləyir, bax Gürcəyev. Yedim baxım diyorum. Belə geyim, cəmat boş bekar. Mən belə baxmasın. Ceyhun dünən mənə mesaj yazdı. Yazdı ki, sən məni söydürürsən. Mən də Ceyhuna səs attım ki, nə mən başıma xala verirsən ki. Qardaş, sən gelib canlı açırsan, məndən danışırsan, pis danışırsan. Mənim də izləyicilər məni çox sevir. Adımı çəkmə. Məndən danışma, sən də söyüş yazan olmayacaq. Sən demirsən, acaba... Mən kimsənin ağzını açıb cavab deyil deyil ama. Yox, sən kiməsə demirsən, gedin ona. Kiməsə demirəm ama gedin söyün onu. Məni də sevən izləyicilər var. Məni sevən izləyicilər var. Demişəm adımı çəkməyin. Siz də söyüş yazmasınlar. Çəkirsiniz yazırlar. Çəkmək ki, bir dənə fəndən sizi söysə. Nə qədər məni sevməyən olsa da sevən də çoxdur. Sevməyən çox olsa da sevən də çoxdur. Yarı-yarıyadır. Elə bir 50-50-yədir. Çıxırsınız, danışırsınız, söyüş yazın. Mən kiməsə mənim xəbərim var idi. Sən deyəndə mən bilmişəm. Mən bütün günü sizi güdmür ama akşam məni çıxartdın, getdim başıma attım, yatdım. Bırak sen Allah git. Ne bileyim deyik gəlib orada yazdılar ki söyürdü. Söyürdü canı sağ olsun. Mən onun haqqında heç danışmıyorum. Söylədi, yaran deyil. Dama deyirlər, gəlib dünə hamı yazırdı. Bəs kimi mod eləyib ki, deyirsən ki, gəl səndən. Adını çəkmirəm. Həqiqdir. Deyib ona, deyir ki, ona dəstək ol, ona mod ver buna. Mən qarışmıram, mən babaşı çox istəyib deyirəm. Mənim neyimə lazımdır. Mən qarışmıram, mənim işkimin işinə qarışan deyiləm. Mən babaşa sevmədi. Görsən, ikiniz də şey deyirsiniz, hamınız. Gah belə deyirsiniz, gah belə deyirsiniz.
Mən ara qatan böyülüm Quranla, mənim nəyimə lazımdır. Mən istəyirəm ki, o yaxşı olsun. Həmişə mehriban olsunlar. Babaş uşaq deyil, ağılda keçir, gözdə görür. Bu da gedirlər ara qatırsan, mənim nə işimə qalır? Mən istəyirəm hamımız bir yerdə mehriban olaq. Mehribançılıqdan gözəl şey yoxdur. O Ceyhuna da heç nə demirəm, ayıb olsun. Dinəndə deyir səni çox istəyirəm. Deməli dünən məni söyülmüşlər. Dinəndə deyir səni çox Mən görməmişəm, ha, izləyicilər yazırdı. Mən heç kimin canlısın. Bu da nə deyir ki? Mən pis söz Deyir, demirəm, amma. tanı da. Quran and olsun, mən dalaşdırmaq üçün demirəm. Mən dalaşmayacağım ona. Canlıda anladım belə Mən çəkəs. Qurana and olsun, mən dalaşmaq üçün. Yəni deyirəm ki, görsən belə hərəkətlər edir də lazım deyil. Ya babaşla dost ol, ya da dost olma. Gah belə edirsən, gah belə edirsən, olmaz. Yaxşı şeydir, sən uşaq deyilsən, ha, dəqiq başı bir hərəkət edirsən. Mehriban olsun, laf mehriban olsun. Azərbaycan. Hamımız mehriban olalım. Mən bura gəl deyirəm. Mod kimi eləyir ki, deyərsən. Sonra Mən dəstəkçimdir. ha? Mənim dəstəkçim olur, mod olur. Yəni sən dəstəkçinə ayrı bir adam aparıbdı ki, buna mod ver. Allah haqqı. Bir izləyicilər hamısı yazırdı, amma hamısı yazırlar. Mən heç kimin canlısına, bir dənə sənin canlına baxıram. Canlılara baxan deyiləm. Sağ olsun. Sağ olsun. Şimdi tüccelerimizi sağ olsun. Neyse keyfini pozmayı, bir dənə güllə bahar Ben buraya gəlmiş. hiç kime inanmayacağım artık da. Mənim heç kimdən şeyim, ədəbiyyatım yox, bir şeyim yox. Prosto ki şeydir, lazım deyil də, hamımız Azərbaycanlıyıq. Mənim həkimdə nə vızıdıram həkimdə? Ben gideceğim hekime, sen Mən nereye? həkimə böyrəyimə gedişim, ödümdür, bir də mənim altı vəzimdə dəyişiklik var, gecə yemək yeməkdəndir. Bir də nevropatoloqa gedişim, əsəblərim pozulubdur.